İtə çiğ yumurta daim verilsə hansı problemlər ola bilər? Bir neçə problemlər ola bilər, amma ən böyük problemlərdən biri tük tökülməsidir. Çünki tüklərin yaxşı çıxması üçün bədəndə biotin lazımdır. Amma çiğ yumurtanın ağında avidin adlı maddə olur. Avidin biotini bloklayır, bədənə girməsinə icazə vermir. Ona görə də tük tökülmələri və qaşınmalar olur. Sadəcə bitki qidaları, yəni düyü, qarabaşaq, çörək və yal ilə itləri çökəltmək və sağlam yetişdirmək olarmı və səbəb? Yox, olmaz. Səbəb ondadır ki, çünki sadalanan şeylərin tərkibində, qidaların tərkibində karbohidrat çox olur, amma protein az olur. Ona görə də itlər bədən tələbatlarına uyğun protein qəbul etmək üçün bunlardan neçə kilolarla yeməlidirlər. Buna görə də karbohidrat çox, vitamin az, vitamin yox səviyyəsindədir, protein isə çox azdır. Ona görə də itlər neçə kilolarla bitki qidalarını yeyə bilməzlər. Yesələr belə həzm etmək çətindir. Çünki bunlar otcul canlılar deyil, əsasən ətcil canlılardır. Biraz misal üçün bitki qidalarını həzm edə bilsələr də, amma yenə də tək protein tələbatlarını bundan ödəyə bilməzlər. Çünki karbohidratın tərkibində yağ yox dərəcəsindədir, protein çox azdır. Bu da gətirir vitamin və mineral çatışmazlığına çıxarır və balans pozulur. İt çox yeyir, amma kökəlmir. Niyə? Çünki hər bir itin orqanizminin çəki başına düşən yağ, protein, kalsium tələbatları var. İnsanlar da bəzən itləri doyuzdurmaq üçün ən çox çörək verirlər, yal verirlər, bu kimi qidalardan istifadə edirlər. Ona görə də itin bədənində balans pozulur və bu da itin kökəlməməsinə, arıqlamasına və bəzi vitaminlərin çatışmazlığına gətirib çıxardır. İtin tükləri niyə tökülür? İtin tükləri ona görə tökülür, çünki tüklərin yenə dediyim kimi biotindən asılıdır. Biotinin yaxşı işləməyi üçün bədənə yetərli qədər protein və yağ lazımdır. Yəni biotin tək işləmir. Biotin yağ və proteinlə birgə işləyir. Amma çiğ yumurta yenə dediyim kimi itlərə vermək olmaz, çünki tərkibində avidin var.